Ölkəmizdə rəsmi səfərdə olan Belarusun baş naziri Aleksandr Turchin bugün Füzuli şəhərinə gəlib. Belarusun baş naziri Aleksandr Turchini Füzuli beynəlxalq aeroportunda baş nazir Əli Əsədov qarşılayıb. Qonağa hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli beynəlxalq hava limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmə imkanı var. Aleksandr Turchin həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Füzulidə törədilən dağıntılar, rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq tikinti işləri haqqında məlumatlandırılıb. Bildirilib ki, 30 illik işğal dövründə digər ərazilərimiz kimi Füzuli şəhərdə talanı viran qoyulub. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən dərhal sonra bu ərazilərdə geniş miqyaslı bərpa quruculuq işlərinə başlanılıb. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və artıq keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Yeni salınan şəhərdə Özbəkistan Prezidenti Şəfqət Mirzayev tərəfindən Özbək xalqı adından hədiyyə olaraq Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəb inşa edilib və təhsil ocağı 960 şagird yerlidir. Füzuli şəhərində inşa olunan Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzi isə qardaş Qazax xalqının hədiyyəsidir. 2 mərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdən kənar təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzdə IT startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetirilir. Sonra Əli Əsədov və Aleksandr Turchin Ağdam rayonuna yola düşüblər.